Yasamaldakı partlayış, dəqiqləşdirilmiş xəbər deyirəmsə, Yasamaldakı partlayış Cəfər Cabbarlı adına kinostudiyada olub. Ora Müdafiə Sənayesi Nazirliyinin Alov adlı zavodunun yaxınlığında yerləşir. Həmin kinostudiya işləmir, orada heç kim olmur. Oranı bilərəkdən partlatdılar. İlham Əliyevə xəbərdarlıq etmək üçün partlatdılar. İran, İlham Əliyevdən İsrail cəsuslarının tam siyahısını, danlılarını, məlumatını istəyir. Əgər İlham Əliyev bunu yenə vermək istəməsə, bu xəbərdarlıq idi. Yəni Alov, burada ən güclü silah zavodunun, Alov zavodunun yanında partlayış xəbərdarlıq elədim. Zavodu da patlada bilərdim. Yəni zavodu da patlada bilərdim. Amma bax, kinostudiyanı partlatdım. Yəni xəbərdarlıq elədim. Sən, biz hər yerdə varıq, hər şey eləyə bilərik. Sən bizim o cəsusların tam siyahısını verməsən, bu ölkəyə keçən, keçməyən, hamısının siyahısını verməsən, Əliyev neft emalı zavodunu partladacağım deyib, İran deyib. Bu, elə belə xəbərdarlıq idi ki, hər yer vura bilərəm. İstəsəm Nazirliyin ən böyük silah zavodunu da vura bilərdim. Raket vursa tək ora yox, 20 yanvar ərazisi çox böyük dağıntı olardı, ətraf zəlzələ, qəlpə dağıntı olardı. Yəni, raketlik deyil, bəzilər bir raket düşdü, raketlik deyil. Sadəcə dəyərlənmədənlərin partlayıcı qoyub partladırlar, amma elə vaxtı seçiblər, elə həcmdə partlayıcı seçiblər ki, ziyanlıq verməz, yəni insanlara ziyanlıq verməsin. İran istəməz bizim insanların qəzəbini özünə çəkər. İlham Əliyevin qəzəblidir, İlham Əliyevə İran rəhbərliyi və haqlıdır, amma xalqa qəzəbli ola bilməz, çünki xalqın bir günahı yoxdur. Dədə bala Əliyevlər yolundan gəlib ölkəmizi zəbt ediblər.